kimsə öyrədirsə və yaxud da lap öyrətməyə qoyun kənara, bu ata orada indi dəvət edəcəm bura, ana burada 2 gündür göz yaşları tökülür və bir günə tapıldı bu Gültəkin. Lakin bunun bəlkə bir İslami tərəfini deyəsən Gültəkinə. Gültəkinlə danışasan da, yəni. Ümumiyyətlə, övladların, biz də övladıq və övlad olmuşuq kiçilikdən böyüyə qədər, bu yaşımıza qədər, belə deyək də, hansı vaxtında ananın sözünə qulaq asmamışıq, indi mən o günlərə çox təəssüf edirəm. Çünki onların dedikləri artıq indi yox, bu yaşımızda yox. 10 il bundan qabaq anamın dedikləri sözlər çıxır. Abla, bunu eləmə. Qarşıya bu insan çıxanda onunla yoldaşlıq eləmə. Bu xarakterli, bu tipli insan çıxanda ona qulaq asma. Onun malını yemə, onun pulunu yemə və yaxud yəni o qonaqlıq və sair mövzularda. Əvvəl deyirdim ki, ilahi, görürsən bu ana, hətta uşaq da özü istəyirəm da, etiraf edeyim bu sözümü, amma başqa özü çıxmasın. Hətta deyirdim ki, görürsən anam mənə çox istəmir ki, məni bunu yeməyə qoymur. Amma indi başa düşürəm ki, anam onu vaxtında mənə desəydi, necə ki, mən fikirləşirdim, əstəğfirullah, ha, deməzdi. Amma misal olaraq, istəyirəm bu sözümü real olaraq izah edeyim. O vaxtda anam bu sözümü mənə izah eləsəydi, mən öz uşaqlığımla onu başa düşməsəydim, düşməyəcəkdim. Necə ki, ürəyimdə anam görürsən mənə çox istəmir, bunu yeməyə qoymur deməyi, onu hətta dilimə də gətirərdim. Onun susmağı mənim qəlbimdən keçib və ona qarşı o dilim, o etirazı etməməyimə səbəb olub. Amma indi bu yaşımızda fikirləşirik ki, 10 il hələ bundan qabağı deyirəm, indi yaş demirəm, hələ 10 il bundan qabaqdan deyirəm ki, yox, indi fikirləşirəm ki, oradan da ilahi, indi üzr istəyirəm böyüklərdən, biz özümüz də valideynik. İndi baxırıq ki, eyni sözləri biz təkrar edib öz uşaqlarımıza deyirik. Eyni şəxs